Hörmətli valideynlər, oğlan uşaqlarınızın cinsi inkişafı ilə bağlı nədənsə bu qədər çox informasiya, maarifləndirici videolar paylaşmağımıza baxmayaraq, çox hallarda uşaq endokrinoloquna deyil, uroloqlara müraciətlər edirsiniz. Baxın, uroloqlar daha çox böyük patologiyalar ilə məşğul olan və kişi sidik ifrazat sistemi, cinsiyyət orqanları problemi ilə məşğul olan həkimlərdir və təbii ki, onların ölçü normativləri, onların adı çəkilən orqanların anatomik, fizioloji xüsusiyyətləri ilə bağlı bilgiləri uşaq endokrinoloqları ilə müqayisə edilməsi düzgün deyil. Çünki əksəriyyət hallarda təəssüflər olsun ki, lazımsız halda uşaqlara hormonal müalicələri məhz adı çəkilən ixtisaslı həkimlər yazırlar və uşaqlarda baxmayaraq ki, hər şey yaşına görə normaldır, cinsi inkişaf ləngiməsi diaqnozu tez-tez qoyulur və buna görə də müxtəlif cinsi hormonlar təyin olunur. Uşağınızın xarici cinsiyyət üzvünün uzunluğu, testislərinin həcmi, ümumiyyətlə bununla bağlı ola biləcək cinsi inkişaf geriliyi, gələcəkdə sonsuzluqla bağlı narahatlıqlarınız varsa, o uşaqlara həmin hormonal müalicələri etməmişdən öncə çox yaxşı olar ki, hormon mütəxəssisi, yəni uşaq endokrinoloqu ilə bir kontrol edəsiz və əgər doğrudan da uşağın ehtiyacı varsa, ki bu da çox nadir hallarda olur ki, uşaqlarda biz hipogonadotropik hipogonadizm, yəni cinsi inkişaf ləngiməsi dediyimiz diaqnozu qoyaq və bu uşaqlara bu müalicələri tətbiq edək. Bu iynələrin uşaqların boy proqnozu və digər funksiyaları ilə bağlı ciddi zərərləri araşdırılıb. Ona görə də uşağınıza bu tip hormonal iynələri vurmamışdan öncə yaxşı düşünün.